Salam, Biyologiya 7-ci sinif 1-ci hissədən bölmə 2-yə çatdıq. Bölmə 2-nin 1-ci mövzusudur. Bitki orqanizmi. İnsan həyatında mühüm rol oynayan bitkilər qida mənbəyi olmaqla yanaşı, tibbdə və sənayedə geniş istifadə olunur. Onlardan taxta, yağ və kauçuk kimi xam mallar alınır. Bəzi bitki liflərindən parça və kəndir hazırlanır. Ürək, beyin və ağciyərlər insan və heyvanların orqanları olduğu kimi kök, yarpaq, gövdə, çiçək, meyvə və toxumlar da bitkilərin orqanlarıdır. Hər bir orqan bitkinin yaşamasını təmin edən müəyyən funksiyalarını yerinə yetirir. Həmin orqanlar orqanizmin yaşayışı prosesində bir-biri ilə qarşılıqlı sürətdə əlaqəlidir və bir-birindən asılıdır. Bəzi bitkilərin kökləri həqiqətən gücünü nümayiş etdirir. Məsələn, böyüyən qovaq ağacı asanlıqla asfalt örtüyü parçalayır. Daşlı dağ yamaclarında və qayalıqlarda möhtəşəm görünən şam ağacları tədricən dağ süxurlarını dağıdıb toza çevirir. Hətta otlar da daşı dağıda bilir. Bölmədə öyrənəcəksiniz. Çiçəkli bitkilərin vegetativ və generativ orqanları olur. Çiçəkli bitkinin hər bir orqanının müəyyən funksiya yerinə yetirməyə imkan verən xüsusi quruluşu var. Yaşadığı mühitə uyğunlaşma nəticəsində vegetativ orqanların müxtəlif şəkil dəyişmələri əmələ gəlir. Keçdik 1-ci mövzuya. Orqanizmin təşkili səviyyələri. Burada hüceyrə, toxuma, orqan, orqanlar sistemi, orqanizm, açar sözlərdir. Burada siçan və bakteriya şəkli verilib. Yazılıb ki, bu orqanizmlər quruluşuna görə bir-birindən necə fərqlənir? Bir hüceyrəli və çox hüceyrəli olmasına görə. Çox hüceyrəli orqanizmlərdə oxşar hüceyrələrin birgə fəaliyyət göstərməsinin əhəmiyyəti nədir? Bütün canlı orqanizmlər hüceyrələrdən təşkil olunub. Bir hüceyrəli canlılar olan amöb, maya göbələyi, bakteriyada hüceyrə orqanizmin bütün funksiyalarını həyata keçirir. Çox hüceyrəli orqanizmlərdə, müəyyən hüceyrələr qruplaşır, toxuma əmələ gətirir. Sonra burada fəaliyyət hissəsindəki sualda deyir ki, şəkilləri ən sadə səviyyədən ən yüksək səviyyəyə qədər necə yerləşdirmək olar? Ən sadə və ən yüksək səviyyəyə qədər deyirsə, burada yəni hüceyrəyə görə deyir ki, belədir. Burada ən sadə hüceyrə dedikdə bir hüceyrəliləri götürürük, ən sadə səviyyə dedikdə, yəni bir hüceyrəlini götürürük, ən yüksək səviyyə dedikdə isə orqanları götürürük. Hüceyrə canlıların ən kiçik quruluş və funksional vahididir. Hüceyrə orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrə ən kiçik hissəcik olmasa da, orqanellər, molekullar və atomlar ölçüsünə görə daha kiçikdir. Canlı orqanizmin ilkin təşkili səviyyəsi hesab olunur. Çox hüceyrəli orqanizmdə hüceyrələr birləşərək toxumaları əmələ gətirir. Toxumalar quruluşuna və mənşəyinə görə oxşar olan, eyni funksiyalarını yerinə yetirən hüceyrələr və hüceyrələr arası maddədən təşkil olunmuşdur. Bitki və heyvan orqanizmlərində müxtəlif toxuma qruplarına rast gəlinir. Bir neçə toxuma qrupu birləşərək orqan əmələ gətirir. Özünə məxsus quruluşu və forması olan orqanlar orqanizmin müəyyən hissəsində yerləşir. Orqanda üstünlük təşkil edən toxuma onun əsas funksiyasını müəyyən edir. Bitki orqanlarına çiçək, toxum, meyvə, kök, gövdə və yarpaq, heyvan və insan orqanlarında isə beyin, ürək, mədə, göz və s. aiddir. Müəyyən funksiyalarını yerinə yetirmək üçün birlikdə fəaliyyət göstərən bir neçə orqan, orqanlar sisteminə əmələ gətirir. Məsələn, ürək və qan damarları qan dövranı sisteminin orqanlarıdır.
Orqanizm müxtəlif funksiyaları yerinə yetirən orqanlar sistemlərindən təşkil olunmuşdur. Yəni bu açar sözlərdə də verildiyi kimi ən kiçik quruluş və funksional vahid hüceyrədir. Ondan sonra böyüdükcə toxuma, orqan, orqanlar sistemi və orqanizm olaraq gedir. Orqanizmdə müxtəlif orqanlar sistemlərinin fəaliyyəti əsasən sinir sistemi sayəsində tənzimlənir və əlaqələndirilir. Burada bitki və heyvan hüceyrələri görünmüşdür və toxumalar əsasən. Ötürücü toxuma, əsas toxuma, örtük toxuması bitkidə. Heyvanda isə sinir toxuması, birləşdirici toxuma. Belə sinir toxuması çox vaxt ulduz şəkilli işarə olunur. Birləşdirici toxuma. Bu qəribə bir forması var. Nəyəsə bənzədə bilmədim. Birləşdirici toxuma burada. Epiteli toxuması. Bunu tanıyırıq. Əzələ toxuması da. Yenə baxanda bilinir ki, bu əzələ toxumasıdır. Bir dənə birləşdirici toxumanın qəribə quruluşu var. Sonra öyrəndiklərinizi tətbiq edin hissəsində yazılıb ki, insan qaçarkən bəzi orqanlar sistemi ilə birlikdə fəaliyyət göstərir. Sizcə bu orqanlar hansı orqanlar sistemləridir? Birincisi müvazinət sistemini deyə bilərik ki, ayaqda elə durmağımızı yerinə yetirən müvazinət sistemidir. Sonra yəni ki, dayaq hərəkət aparatı, daha sonra skelet, sümük, əzələ sistemi bunlardır. Ondan sonra bu sistemlər bir-birinə necə kömək eləyir? Əslində qaçmaq üçün təkcə bunlar yox, həmçinin insan nəfəs almalıdır ki, orada enerji alsın, oksigen qazı alınsın, buradan enerji alsın, yəni tənəffüs sistemi. Qan damar sistemi olmalıdır ki, həmin oksigen daşınsın, enerji, onun daşıması alınmır axı. Ona görə əslində deyə bilərik ki, bir çox sistem birlikdə fəaliyyət göstərir. Bu sistemlər bir-birinə necə kömək edir, bunu dedik. Beyin tərəfindən idarə olunan birgə fəaliyyətlərə, ən önəmlisi sinir sistemi, bunun heç adını çəkmədim. Beyin tərəfindən idarə olunan birgə fəaliyyətlərə aid başqa nümunələr göstərə bilirsinizmi? Bunu da indi istədiyimiz nümunəni göstərə bilərik. Öyrəndiklərinizi yoxlayın. Ən kiçikdən ən böyüyə doğru ardıcıllığı müəyyən edin. Yazılıb A variantında doğru ardıcıllıq tapmalıyıq. A variantında neyron, sinir toxuması, onurğa beyni, sinir sistemi, pişik yazılıb. B variantında sinir toxuması, sonra neyron yazılıb, amma neyron hüceyrənin adı olduğu üçün ən birinci olmalıdır. Ona görə B variantını çıxırıq, A və C variantı qalır. C variantında da neyrondan sonra birinci onurğa beynin verib, sonra sinir toxumasını verib. Amma onurğa beyin bir orqandır. Orqanın da dedik nədən təşkil olunur? Toxumadan təşkil olunur. Ona görə də hüceyrədən sonra toxuma gəlməlidir, sonra orqan gəlməlidir. Yəni A variantındakı kimi. İkinci sualda orqanlar sistemini təşkil edən hər bir orqan eyni funksiyaları yerinə yetirirmi? Orqanlar sistemində hər bir orqan eyni funksiyanı yerinə yetirmir. Sadəcə bənzər məqsədə uyğun xidmətləri yerinə yetirir. Məsələn, ifrazat sistemini desək, burada böyrəklər suyun süzülməsidir. Suyun dedikdə, yəni qanın süzülməsi funksiyasını yerinə yetirir. Sidik axarları onun daşınmasıdır. Sidik hissəsi toplanmasıdır. Bu kimi, yəni fərqli funksiyalar yerinə yetirir. Bu mövzu bu qədər. Burada bitdi. Və burada düşün müzakirə hissəsində də deyildi ki, insan ürəyinin quruluşunda əzələ və sinir toxumalarına da rast gəlinir. Əzələ hüceyrələrindən başlayaraq orqanlar sisteminə də təşkil səviyyələrini müəyyən edin və sadalayın. İndi burada birinci cümlədə ürəyin quruluşunda dediyi üçün əzələ hüceyrələrindən sonra ən zolaqlı əzələ
deyə bilərik. Yəni əzələ toxunması, eynə zolaqlı əzələ toxunması. Ürəyə deyirsə, eynə zolaqlı ürək əzələsi. Ondan sonra ürəyin özü orqan olaraq. Ondan sonra isə ürək də artıq qan damar sisteminin tərkibindədir və axırda da deyirdi onsuz orqanlar sisteminədir. Yəni axırda gəldik çatdıq qan damar sisteminə. İndi burada ürəyə uyğun dedik əzələ hüceyrələri, amma əzələ hüceyrələri bir çox sistemdə yer alır. Ona görə də deyə bilərik istədiyimiz yerdə. Bu mövzu da bitdi. Sağ olun.